Deməli, məndən müsahibəni prezident götürmüşdü ilk gələndə. Nəysə, indi bu da mənə ilk sual olaraq, daha doğrusu suallardan biri oydu ki, sən ailən əgər məşhur biri olsa, sən kimi seçərdin? Mən də dedim ki, ata güc deməkdir, siyasi bacarıq deməkdir. Ona görə Trumpı seçdim. Ana isə yaradıcılıq, gözəllik verirdi uşağa, yəni o baxış bucağını öyrədir dünyaya. Ona görə Angelina Jolie dedim, yaradıcılığına görə. O da bəyənmişdi Trump fikrini, Angelina Jolie fikrini. Daha sonra nə soruşdu? Məndən bir dənə də sual soruşdu. Hə dedi ki, aday hamı düşür deyirsən, adaya düşsən, bəs boş bir adadır, heç kim yoxdur, heç nə yoxdur. Sən sadəcə bir sumkan var, bu sumkadan nə istəyirsənsə çıxarda bilərsən. Bir dənə əşya. Hə, bir dənə əşya. Mən də Ələddinin sehrli lambasını deyəydi, onu çıxartdım. Onu çıxardıb 3 dilək haqqım oldu beləliklə. Birinci diləyimdə həmin o adanı mənim üçün mənim yaşaya biləcəyim mükəmməl bir şəhərə, mühit deməyim, şəhərə, ölkəyə çevirmək istədim. Prezidenti mən idim. Çox əladır. Bunu demişdim. Hər dəfə baxanda gülür, Trump deyib, yəni qorxuram ki, bu cavablarım onun yadındadır.